Sual 1. Onda 7 kəsirinin sürət və məxrəcindən hansı ədədə çıxdıqda 3-dəki kəsirə alınır? Bilmirik də neçə çıxmalıyıq. Gəlin onda 7 kəsirinin sürət və məxrəcindən bir x çıxaq. Və bu sürət və məxrəcindən x çıxanda alınmalıdır 3-də 2. İndi bunu da tənasüblə həll eləsək. 3 vurulsun 7 çıxılsın x. Bərabərdir 2 vurulsun 10 çıxılsın x. Çarpaz vururam. Tənasübün kənar hədlərin hasili ilə orta hədlərin hasili bir-birinə bərabərdir. 21 çıxılsın 3x. Vurmanın paylama xassəsinə görə 3-ü hər birinə vurulanda bir hədli çox hədlin hər bir həddinə vurulur. 20 çıxılsın 2x. Bir dəyişənli xətti təlinlikləri həll edən zaman məhsulları bərabərin sol tərəfində saxlayırıq, ədədləri sağ tərəfində. Demək, mənfi 3x qalır yerində. Bu sağda olan mənfi 2x keçir bərabərin soluna olur, üstə gəl 2x. Bu sağda olan 20 qalır yerində. Bu 21 də sağa keçəndə olur, çıxılsın 21. Mənfi 3x-in üstünə 2x gələndə mənfi 1x bərabərdir 20-dən 21 çıxanda mənfi 1. Və mən buradan x-i tapmaq üçün mənfi 1-i bölürəm mənfi 1-ə. X bərabərdir 1. Demək, doğru cavab olur A. Yəni, onda 7 kəsirin sürət və məxrəcindən 1 çıxmaq lazım imiş. Görək düz olur. Ondan 1 çıxanda 9, 7-dən 1 çıxanda 6. 9, 6 kəsiri də 3-ə ixtisar gedir. 3-də 2 qalır həqiqətən də. Demək, biz doğru tapmışıq. İkinci sual da eyni qaydadır. Sadəcə burada deyir, hansı ədədi əlavə etdikdə. Əlavə etdikdə deyirsəz, üstə gəl x yazasınız sürət və məxrəcə. Yenə də eyni qaydını həll eləyəsiniz. Tapandan sonra tapdığınız ədədi 9-da 7-nin sürət və məxrəcinə əlavə eləyin. İxtisar eləyin, görün, həqiqətən də 6-da 5 alınırmı? Sual 3. Müəllim, Bəli. 5 çıxılsın x bərabərdir 3 olanda biz x-i tapmaq üçün 5-dən 3 çıxırdı. İndi niyə onda 7-dən 3-də 2 çıxmadı? Onda 7, neydi? Başa düşmədim. Yox, burada Güldəstə. Onda 7 üstə gəl x bərabərdir 3-də 2 demir axı. Deyir ki, onda 7 kəsirinin surət və məxrəcindən hansı ədədi çıxdıqda. Surətindən də x çıxırıq, məxrəcindən də. Başa düşdün? Sən belə deyirsən də, onda 7 çıxılsın x bərabər 3-də 2. Hə, bu bilsən nə vaxt olur? Desəydi ki, onda 7-dən hansı ədədi çıxsaq 3-də 2 alınır. Onda yazardıq, onda 7 çıxılsın x bərabər 3-də 2. Başa düşdün? Bəli. Aha. Sonra 3. İfadəsinin qiymətini hesablayın. Əməllər sırasına görə uşaqlar, biz birinci mötərəzənin içərisində hesablamalıyıq. Aldığımız nəticəni 3,24-də 7-ni bölməliyik həmin cavab. Onun üçün qarışıq ədədləri bölmək üçün düzgün olmayanı çevirəcəm də onsuz da. Elə öncədən onu çevirirəm. 24-də 3 dəfə 24-ün neçə edir? 72, üstünə də 7, 79. Bölünsün. Mötərəzənin içərisində məxrəclər müxtəlifdir də. 24 eləyə bilərəm. Birincini 4-ə, ikincini 3-ə vursam. Mənfi 24-də 20. Üstə gəl 24-də 21. Mötərəzənin içərisində uşaqlar müxtəlif işarəli ədədlərin toplanmasıdır da. Demişdik ki, müxtəlif işarəli ədədləri toplayanda modulca böyükdən modulca kiçik çıxılır və modulca böyüyün işarəsi yazılır. Bərabərdir 24-də 79. Mötərəzənin içərisi 24-də 1 eləyəcək, böyüdən kiçik çıxırıq. O da tərs vursam 24-də 1, 1-də 24 olacaq. Və burada 24-lər ixtisar gedir. Doğru cavab qalır 79. Demək, bizim cavabımız C bəndi. Həmçinin də 4-cü sualda eyni bu qayda ilə özünüz yazarsınız. Keçdik 5-ci suala. İfadəsinin qiymətini hesablamaq lazım. Uşaqlar, kəsirlər asandır da, yəni burada müxtəlif işlər görməklə biz bunların cavablarını tez bir zamanda tapa bilərik. Amma biz daha çox səmərəli yollardan istifadə eləyək ki, yəni tez tapaq da. Həm
dəqiq olsun cavabımız, həm də rahat olsun. Görək burada nə edə bilərik? Surətdə 1,6-nı 2-yə böləndə düşür 0,8. 2-dən də 0,8 çıxanda qalır 1,2. Surəti tapdım. Məxrəzdəki qarşı qədərləri bölmək üçün onları düzgün olmayan kəsrə çevirirəm. 5-də 9 bölünsün 4-də 9. Kəsirləri də bölmək üçün 5-də 9-u yazıram, o birin 9-da 4 kimi vururam. Və burada 9-lar ixtisar gedir, cavab qaldı 5-də 4. 5-də 4-dəki 0,8-dir də bilirsiniz. Deməli oldu 0,8-də 1,2. Sürət və məxrəci 10-a vururam. Əsas xassəyə görə sürət və məxrəci nəyəsə vursam 0-dan fərqlidir də. Kəsin qiyməti dəyişmir axı. Olur 8-də 12. 8 ilə də 12 4-ə ixtisar gedir. 2-də 3 qalır. 2-də 3-dəki 10-luq kəsir kimi 1,5-dir. 6-cı sualda uşaqlar məxrəcin cavabı neçə eləyir? 4 eləyir də. 3-ü 3-ə böldüm. Birinci bölməni eləyirəm. 1 düşür, 1-in üstünə 3, 4. Surətdə də baxın 0,5-in qarşısında 2 mənfi işarəsi varsa, olacaq 2,5 üstə gəl 0,5. Baxın nə elədim? 2,2-də 1-i 10-luq kəsirə çevirdim. O da eləcək 3. Məxrəc oldu 4, 4-də 3. Sonra 7. İfadəsinin qiymətini hesablayın. Şöyle bayaqların biz 4-də 3-ü çevirmişdik 10-luq kəsirə. 0-dan bizə 75 eləmişdik. Onda 4,4-də 3 4,175-dir. Ondan da 3,175 çıxanda surətdə 1 qalır. Surəti tapdım. Məxrəci də ayrıca yazıram aşağıda. 3-də 22 bölünsün 9-da 11. O da olur 3-də 22 vurulsun 11-də 9. Tərs vururam. 22 ilə 11 gedir 2 qalır. 9 ilə 3 gedir 3 qalır. 6-da 1. O da 6-ya vuranda neçə edir? 1. 1. Bu şəkildə tapa bilərik. Sonra 8-ci sualdakı uşaqlar nə edəcəksiniz? Birinci bu qarşı qədərləri düzgün olmaya çevirib. Bunların ikisini 1 vuracaqsınız. Bu birində də bölməni yerinə yetirəcəksiniz. Sonra nəticələri toplayacaqsınız. Məncə çətin deyil. Özünüz yaza bilərsiniz. 9. Məsələn baxaq. Surət 10-luq kəsirlədir. Məxrəc adi kəsirlədir. Cavablar da 10-luq kəsirlədir. Onda biz 10-luq kəsirə üstünlüyü verək. Məxrəc olacaq 1 çıxılsın 0,75. Baxın 1-in yanına vergül qoyub 2 0 yazdım. 4-də 3-ün də əvəzinə 0,75 yazdım. Surəti də ki hesablayaq. 40-ı 25-ə bölsək neçə dəfə düşər? 40 ilə 25 neçə ixtisar edir? 5-ə ixtisar gedir. 8 böl 5 olur. 8 ilə 5-ə böləndə 1,6 düşür. Demək 1,6 üstə gəl. 1,8-də 36-ya böləndə 18-i 36-ya bölünəm yarısıdır da 0,5-dir. Bərabərdir. 2,1 eləyir surət. Məxrəc neçə eləyir? 1-dən 0,25 bərabərdir. Surət və məxrəci 100-ə vururam. Məxrəc 25 olur. Surət olur 210. İndi 210-u 25-ə bölsəm 200-də neçə dənə 25 var? 8 dənə. Onda da 25 0,4. 8,4. Belə deyə bilərik. Sonra 10-cu sualda yaza bilərsiniz. 11-ci sualda uşaqlar deməli 9,4 hər iki toplananda olduğuna görə 9,4-ü mötərizənin xaricinə çıxarsam mötərizənin içərisində 14,3 çıxılsın 4,3 qalar. O da 9,4 vurulsun. Mötərizənin içərisi 10 edəyir. 9,4-də 10-a vuranda vergül bir rəqəm sağa gedir. Doğru cavab olur 94. Yəni burada bu ikisi hasilləri hesablayıb çıxmağa ehtiyac yoxdur. Orta vuruq çıxardırıq qalır. Həmçində 12-ci sualda da eyni qayda ilə orta vuruq çıxarsaz alınacaq. Sual 13. Nə deyir? 0,6-nı hansı ədədə böldükdə 25-də 21 alınır. Uşaqlar
0,6-nı hansısa ədədə böləndə 25-də 21 alınırsa, 0,6-nı 25-də 21-ə böləndə həmin o hansısa ədəd alınır da. 20-ni 5-ə böləndə 4 alınırsa, 20-ni 4-ə böləndə 5 alınır axı. Onda mən nə edeyim? 0,6-nı bölüm 25-də 21-ə. Cavablarımız adi kəsirləndir. Onda 0,6-nı yazıram 16. 25-də 21-də 21-də 25 yazıb tərs vururam. 6 ilə 21 3-ə gedir. Burada 7 qalır. Burada 2 qalır. 25 ilə də 10 5-ə gedir. 2 qalır. 5 qalır. Bu ikilər də ixtisar olunur. 5 bölünsün 7. Doğru cavab deyil. Sonra keçirik növbəti suala 14. 0,7-ni hansı ədədə böldükdə 15-də 14 alınır. Bu da eyni qayda ilə də bildiniz bunu. 15-də 0,9-dan hansı ədədi çıxdıqda 3 alınır? Deməli 0,9-dan hansısa ədədi çıxanda 3-də 2 alınırsa, 0,9-dan 3-də 2-ni də çıxanda həmin o axtarılan ədəd alınır da. O da olur 10-da 9 çıxılsın 3-də 2. 30 eləyə bilərəm də. Bunu 3-ə vuraram sürət və məxrəcim. Bunu 10-a vuraram. Olar 30-da 27 çıxılsın 30-da 20. 30-da 7 olar. Həmçinin 16-cı sualda eynidir. 17. Nə deyir burada? 2-də 1 və 3-də 1 hissələrinin fərqi 1-ə bərabər olan ədədi tapın. Bilmirik də həmin ədəd neçədir. X olsa, dedik ki, bəyəqlarım, ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Yəni bizim ədədimiz X qəbul elədik. 2-də 1 hissəsi olacaq 2-də 1 X. 3-də 1 hissəsi olacaq 3-də 1 X. Deyir 2-də 1 hissəsi ilə 3-də 1 hissəsinin fərqi 1 eləsin. Bərabərdir 1. 6 olar da bu uşaqlar, şifahidə demək olar. 6-nın 2-də 1-i nə eləyir? 3, 6-nın 3-də 1-i 2. 3-dən 2 çıxanda 1 qalır. Cavabından da yoxlaya bilərsiniz. Tənli ilə də. Bunlara ortaq məxrəc 6-dır. 6-da 3x, bu biri də 6-da 2x bərabərdir 1. 6-da 1x bərabərdir 1. Və buradan x-i tapmaq üçün 1-i bölərəm 6-da 1-ə. O da x bərabərdir 1 vurulsun 1-də 6, o da edəcək 6. 18-ci sualda hissələrinin cəmi 7-yə. Deməli, bunların toplayanda 7 eləməlidir. Yəqin ki, o da 12 olmaz ki, 12-nin 3-də 1 hissəsi 4, 12-nin 4-də 1 hissəsi 3, toplayanda 7. Cavabla da tapmaq mümkündür. Amma siz həlli yollarını bilməlisiniz. Çünki riyaziyyatda açıq suallar çox olur. Məsələn, bu tipdə deyək ki, açıq sual düşsə sizə nə vaxtsa, siz onu gərək ki, həlli yolunu biləsiniz. Söhbət tək bu misaldan getmirəm, ümumiyyətlə. Yəni 19, 16,4 və 20,31 ədədlər arasında neçə natural ədəd var? Şöyle biz ədəd oxu çəkib onu göstərə bilərik də. Demək 16,4 bura, 20,31 bura. Bunlar arasında 16,4-dən sağda, 20,31-dən solda hansı natural ədədlər? 16,4-ün sağında gəlir 17, 18, 19, 20 də var da burada. Çünki 20,31 20-dən sonra. Yəni 4 dənə bu arada natural ədəd var. 20-ci sualda eyni qaydadır. 21-ci sual. Onluq kəsirləri bölməni bilirsiniz. Onluq kəsirdə onluq kəsirə bölmək üçün bölünəni və böləni elə bir mərtəbə vahidinə vurmaq lazımdır ki, bölən natural ədədə çevirsin. Mən bunları 100-ə vursam, olacaq 450 tam %45 bölünsün 45. Üstə gəl 29 tam %99. İndi bunu 45-ə bölmək üçün əvvəlcə tam hissəni bölürük. 450 tam %45-i bölək 45-ə. 45-də bir dəfə 45 çıxdım qaldı 0 yoxdur. Buraya bu qismətə bir 0 atıram çünki 450-də axı 10 dəfə yerləşməlidir. Qismətə bir 0 atıram 4-ü gətirirəm. 4-də 45 yoxdur.
Bir 0 atıb 5'i gətirirəm bir dəfə. 10 tam %1. 10 tam %1 ilə də bunu toplasam 40 edər də bu da. Doğru cavab B. 22. İxtisar edin. İxtisar bilirsiniz də 75 ilə 45'i 15'i ixtisar edərəm. 3 qalar. Bunlarda 11. 5 qalar, 3 qalar. Bunlar da ki 11'e gelir də. 11 qalar, 1 qalar. Bu da 55'də 3. Sonra 23. 23'ü də ki, bax birinci kəsirin sürət və məxrəcini vuracaqsınız. 100'ə olacaq 21 tam %6. Onda 6 bölünsün 15. Tam hissəni bölürəm. 216 3'ə də bölünür. Yox, bu 15'ə bölək bir dənə bunu. 21'i 15'ə bölür. 3'ə bölünürsə 3 ixtisar gedir, sonla alınır. Bəli. Bir dəfə 15'in 60 vergül qoydum. 66'da 4 dəfə 60. 1 tam %44. O birisi də olur 3'də 2 vurulsun. 4'də 15. Tərs vururam. Burada 5 qalır. Burada 2 qalır. 2'də 5'də 2. 2 tam onda 5. Yəni 2 tam %50. 2 tam %50 ilə də 1 tam %44'ü toplayıram. 3 tam %94. Cavabımı tapdım C. Hə, sonra 14'dən B9 5, 11'dən 61'dən sonra 12. Uşaqlar bu 24-cü sual. Bax burada tələsmək lazım deyil. Demək 35 tam onda 4 vurulsun. Bir də mötərizənin içərisini hesablasaz. Mötərizənin içərisini hesablasaz. Neçə edir? 14'dən 9 çıxsam 5 qalar. 61'dən də 49 çıxsam neçə qalar? 12. Çıxılsın 12 tam onda 5 vurulsun. 15 tam onda 4. Gördünüz? Burada nə alındı? Ortaq vuruq. Baba ortaq vuruq kimi 12 tam onda 5'i çıxardanda 35 tam onda 4'dən də 15 çıxıb mötərizədə qalır. Orada 20 edir. Bunu da ki 20'ni 2 vur 10 yazıram. Bu 10'u vururam 12 tam onda 5'e 125 olur. O da 2'ye vururam olur 50. Cevap yok da. 50 neydi? 250 də 125'i 2'ye vurdum. Neçə tapdım? 250. Bu da 24-cü sual idi. 25 də eyni bu qayda ilə. Yəni səmərəli yollar axtarında 26-da nədir? Məxrəci 13 olan ən böyük düzgün kəsirlə ən kiçik düzgün kəsirin hasilini. Məxrəci 13 olan ən böyük düzgün kəsir 13'də 12'dir. Ən kiçiyi də ki 13'də 1'dir. O da 169'da 12. 27. Ya kəsirlərdən suallar düşür ha imtahanlarda. Özdə bax belə bu tipli suallar olur ki, bir də görsən hesablama tələb edən suallar düşür. Burada deməli onluq kəsirlər də var, adi kəsirlər də var. Yəni bu tipli misalları həll etmək üçün ya onluq kəsirlər adi kəsirə çevrilməlidir, ya da adi kəsirlər onluq kəsirə çevrilməlidir. Burada baxıram ki 3'də 1 kəsiri dövri kəsir edir də 1'i 3'ə böləndə 0,3'lər davam edir. Ona görə adi kəsiri onluq kəsirə çevirməyəcəm. Onluqları adiyə çevirəcəm. Onluqları adiyə çevirdiyim zaman da qarşı qədərlərdə düzgün olmayan kəsirə çevirəcəm. Çünki vurulmalıda, bölünmədə çevrilməlidir. 2 tam 4'də 3 edir 4'də 11. Düzdürmü? Şöyle 1 tam onda 1 onda 11 da çünki 11'i 10'a böləndə vergül bir rəqəm sola gedir 1 tam onda 1 alınır. 10'da 11'i də 11'də 10 yazıram. Tərs vururam. Üstə gəl 3 tam 3'də 1. O biri ilə işim yox. Çünki o nəyəsə vurulmadığına görə onu çevirmədim. Məxrəcdə 2 tam onda 5 10'da 25 yazıram. Çıxılsın. Bu biri də 10'da 4 vurulsun. 3'də 10. Bu da vurulsun 5. 5'də biri də ki vurma kimi tərs çevirdim. Hesablayaq. Deməli, surətdə 11'lər getdi. 10'la da 4 getdi 2'yə. 2'də 5.
Üstə gəl 3 tam 3-də 1. Məxrəcdə də bu onlar getdi. 10'da 25 çıxılsın 3'də 4. Vurulsun 5. Bərabər. Demək 3 dəfə 3 9 3'də 10. Bax bu 3'ü buradan silirəm. Bunu çevireyim bir dənə. 3'də 10. Mən surət və məxrəci, bax bu verilmiş bu kəsir var. Bunun surət və məxrəcini vuracam 30'a. 30'a vuranda 2 ilə ixtisar geçəcək. 15 vur 5. Bax bunların hamısını 30'a vuracam. Kəsirlər geçsin də hamısı. Hamısını 30'a vursam 75 üstə gələ 100 olacaq. 30 ixtisar gedir də məxrəclərlə. Burada da 30 ilə 10 gedir. 75 çıxılsın 40. Vurulsun 5'i də ayrıca yazıram. 75'dən 40 çıxanda 35 qalır. 75'in üstüne 100, 175 edir. Burada 5'e vuranda bu 5 ile 35 edir, 7 qalır. 175 bölünsün 7. 17'də 7 2 dəfə 14 idi. 35'də də 5 dəfə. Demək doğru cavab 25. Bax bunu belə yavaş-yavaş hissə-hissə həll edib cavabı tapmaq lazım. Yəni bu tipli suallarda diqqətli olmaq lazımdır ki, səhv eləməyəsən. Yəni cüzi bir səhv elədinsə, nəticə alınmayacaq və sən onu təzədən hesablamalı olacaqsan. Özdəki səhv elədiyin yeri tapmaq çətindir. Harda səhv elədiyini tapa bilmirsən. Ona görə qayıdıb təzədən yazmalı olursan. 28'də nə deyir görək? Kəsirlərdən hansının surətinə 21, məxrəcinə isə 35 əlavə etdikdə onun qiyməti dəyişməz. Şöyle bir kəsir olsun x-da y. Bunun surətinə 21 əlavə eləyiblər. Məxrəcinə 35 əlavə eləyiblər. Yenə də nə olub? Deyir, onun qiyməti dəyişməz deyir də. Yəni x-da y idi. Surəti 21, məxrəci 35 elədim, yenə də alın. İndi çarpaz həll eləsəm, xy üstə gəl 21x bərabərdir xy üstə gəl 35y. Hər tərəfdən xy-ləri atdım, getdi, islah olundu. 21x bərabərdir 35y. Demək burada x-a 35, y-ə neçə deyə bilərəm? 21. Onda mənim kəsirim olacaq 35'də 21. Bunu da ixtisar edirəm 7'yə, qalır 5'də 3. Demək həmin kəsir 5'də 3'dür. Gəlin əlavə eləyək. 5'də 3'ün surət və məxrəcinə. Surətinə 21 əlavə eləyin. Məxrəcinə 35. Olur 40'da 24. 8'də ixtisar gedir. 24'ü 8'ə bölünür 5. Yenə də 5'də 3 alındı, alındı. Demək ki cavabımız doğrudur. 29'da eyni qayda ilə yazarsınız. 30-cu sualda əməllər sırasına görə biz hansı əməli yerinə yetirməliyik? Birinci qüvvətə yüksəltmə. Qarşı ədədin kvadratını tapmaq üçün onu düzgün olmayan kəsirə çevirirəm. Yəni bu 2/2'də 1, 2'də 5 eləyir, düzdürmü? Onun da kvadratı olur 4'də 25. Surət ayrı kvadrata yüksəlir, məxrəcə. Vurulsun 15'də 8. Çıxılsın 9 7. Qalanını da ki özünüz eləyə bilərsiniz də, hesablayarsınız. 31-ci suala baxın. 31-ci sualda nə edəcəksiniz? 1/5'də 1'i 1/5'də 1'i orta vuruq kimi çıxardacaqsınız mötərizənin xaricinə. Mötərizənin içərisində qalacaq 14/8'də 3 çıxılsın 4/8'də 3. O da olur 1/5'də 1'dəki 1/10'da 2'dir də. Düzdür? Vurulsun 10 tam. 10 tam qalır da 8'də üstəyə getdi 14'dən 10. O deyir 12. Əgər siz onu qarşı qədərləri düzgün olmayan kəsirə çevirib vursaydınız, sonra cavabı çıxsaydınız, hələ də yazırdınız. Amma daha səmərəli yollarla biz onu daha tez tapa bilirik. Biz imtahana hazırlaşırıq da. Yəni imtahanda əsas cəhdli idi. Sən ola bilər ki o sualların hamısını bilərsən, amma hamısını yazıb çatdıra bilmərsən.
Amma tez yazsan, daha səmərəli yollardan istifadə edəsən, düzgün vaxt bölgüsü ilə hamısını həll edə bilərsən. İfadəsinin qiymətini hesablayın. Şöyle fikir verin. 3'də 1, 5'də 3, 7'də 5. Məxrəclər 2 artır da. Sonra sürət də məxrəcdən 2 vahid azdır da. Sonra 9'da 7 gələcək. 11'də 9 gəlir. İxtisar gedir bax. 3 ilə 3 ixtisar gedir. 5 ilə 1. Demək uşaqlar, birinci məxrəc gəlir. Sonra sürətlə ixtisar gedir. Yəni məxrəc varsa sürət özündən sonra gəlir. Deməli bax bu 97-ni görürsüz. Bu sürətdirsə bundan öncə məxrəcdə 97 olub. İxtisar gedəcək o. Bu 7 də harayınsa gedib. Bu 99'un sürəti özündən sonra gəlməli idi. Gəlməyib, deməli 99 ixtisara getmir. Bir də bu 1 ixtisara getmir. Deməli 99'da 1 qalır yerində. 34. Hesablayın. Uşaqlar, sürət və məxrəci bərabər olan kəsirin qiyməti 1'dir. Bax bu 1'in əvəzinə 2'də 2 yazıram. Bu 1'in əvəzinə 3'də 3 yazıram. Bu 1'in əvəzinə 4'də 4 yazıram. Niyə elə eləyirəm? Çünki çıxa bilim də. 2'də 2'dən 2'də 1 çıxıram, 2'də 1. O biri mötərizə 3'də 3'dən 3'də 1 çıxıram, 3'də 2. 4'də 3. 5'də 4. 6'da 5 belə davam edir. Yenə də bax, məxrəc gəlir, sonra sürət. Qalır 6'da 1. 6'da 1. C. Həmçinin 35'i də eyni qayda ilə özünüz yazarsınız. 36. 36-cı sualdakı uşaqlar belə eləyə bilərik də. Bayaq dediyi kəsirin əsas xassəsi var da, sürət və məxrəci eyni bir ədədə vuranda kəsirin qiyməti dəyişmir. Bax, burada 3 dənə müxtəlif kəsir var da. Biri bu, biri bu, biri də bu. O birinci kəsirimin sürət və məxrəcini vuracam 2'yə. Bax, sürəti də 2'yə vuracam, məxrəcini də 2'yə vuracam. 2'ni 1'ə vuranda olacaq 2, çıxılsın. 2'ni 2'də 1'ə vuranda 1. Məxrəc olacaq 2 üstə gələk 1. Vurulsun. İkinci kəsirimin bunun sürət və məxrəcini 3'ə vuraram. Sürət olar 3 çıxılsın 1, məxrəc olar 3 üstə gəl 1. 3'ə vuranda 3 bunu həm 1'ə həm də 3'də 1'ə vurulur da. O birisini də 4'ə vursam, 4 çıxılsın 1, 4 üstə gəl 1. Birinci kəsirimiz olur 3'də 1, bunun cavabı. O biri olur 4'də 2, o biri olur 5'də 3. Hə, bu 3 ilə bu 3 ixtisar gedir. Bu 4 ilə də bu 2 ixtisar gedir. Burada 2 qalır. 2 də 5'in 10 olur. 10'da 1. Doğru cavabımız C. Bax bu rahat yoldur. Bu şəkildə tapa bilərsiniz. Sonra 37. Şöyle 37 haqqında nə düşünürsünüz? 37'nin necə eləyərsiniz? Səmərəli yolu. Xeyr. Səmərəli yol istəyirəm axı mən sizdən. Necə? 64. Orada məxrəcə gətirib sonra asaram mötərizələri. Yox. Şöyle mən əvvəlcə mötərizələri açaram, qruplaşdıraram. Bax. Deməli 6 tam 64'də 19 çıxılsın 5 tam 32'də 7 üstə gəl 3 tam 32'də 5 üstə gəl 2 tam 16'da 1. Burada görürsüz məxrəci eyni olanlar var. Nə bunları islah eləyirəm. 6 tam 64'də 19 bu müxtəlif işarəlidir də. Böyüdən kiçiyi çıxıram. Qalır mənfi 2 tam 32'də 2. Üstə gəl 2 tam 16'da 1. Bərabərdir 6 tam 64'də 19. Bu 32 ilə 2 ixtisar gedir. 16'da 1 qalır mı? Bu da 2 tam 16'da 1'dir. Bu da 2 tam 16'da 1'dir. Bunlar əks ədədir. Cəmi 0 edir. Cavab qalır 6 tam 64'də 19. 64'də 19. Başa düşdünüz? Evet. Ya həmçinin də ikinci mötərizəni 2'yə vursaydınız bu 2 tam 32'də 2 eləyir. 32'də 5 tam 32'də 7 eləyir. Bunlar islah olunur. Bir dənə bu qalır da.
38-də deyir kəsirlərdən neçəsi bərabərdir? İxtisar eləyəndə yəqin ki, bərabər olacaq. Bəli, ixtisar olanları ixtisar eləsən, bax 27-də 9 nə edir? 3-də 1. Sonra 27-də 18 9-a ixtisar gedir, 3-də 2 qalır. 18-də 6 6-ya gedir, 3-də 1. Demək 3 dənəsinin cavabı 3-də 1 eləyir. Demək 3 dənəsi bərabərdir bu kəsirlərdən. Bildiniz? Yəni ixtisar edib tapırıq da orada. Sonra ya ancaq səmərəli üsullar axtarmış olar. Tez cavab vermək üçün. 39 ifadəsinin qiymətini hesablayın. Şu an birinci mötərəzəni 8 vurulsun 0,8 üstə gəl 0,6 vurulsun 25'də 2 0,8 eləyir də. Çünki onun sürət və məxrəcini 4-ə vururam, %8 olur. Vurulsun. O biri mötərəzəmi 8 vurulsun 12,5 12,5 çıxılsın 0,6 vurulsun 12,5 12'dan 2'də 1'in əvəzinə yazdım da. Aydındır mı? Bəli. İndi baxın, birinci mötərəzədə 0,8 ortaq vuruqdur. Onu 0,8 ortaq vuruq kimi çıxarsam, mötərəzədə qalır 8 üstə gəl 0,6. O da eləyir 8,6. Vurulsun. Bu biri mötərəzədən 12 tam yox heç. Bir dəqiqə. Gəlin maraqlı bir üsulla yazaq bunu. Birinci mötərəzəmdən 0,8 ortaq vuruq çıxartdım. Mötərəzədə qaldı 8 üstə gəl 0,6. Vurulsun. İkinci mötərəzədən 12,5'i çıxartdım. Orada qaldı 8 çıxılsın 0,6. Və bunlar arasında hamısında vurmadır. Sonra vururam. Uşaqlar 8 dəfə 125'in 1000 eləyir də. Bu əzbər bilməliyik artıq. 8'i 125'e vuranda 1000 eləyir. İndi 0'dan %8'i bu 125'e vuranda 1000 eləyir. Vergiden sonra 3 rəqəm ayrılır. 1 qalır. Qaldı 8 üstə gəl 0,6. Vurulsun 8 çıxılsın 0,6 qaldı da. Bu ikisinin hasili 1 elədi. Bu da ki, müxtəsər Roma düsturuna görə kvadratlar fərqinin açılışıdır. 8'in kvadratı çıxılsın 0,6'ın kvadratı. 64 çıxılsın 64,00 çıxılsın 0,36. O da qalacaq 63,64. Doğru cavab B. Demək 39-cu sualımız B. Yəni baxın, burada heç mən qaralama istifadə eləmədim. Səmərəli yoldan istifadə edə. Amma bunu əgər sən 8'i 0,8'ə vursaydın, sonra bu 25'i 8'i 10'luq kəsirə çevirəndən sonra 0,6'ya vurub bu mötərəzəni hesabla, bu birinin hesabla, sonra tapdığın cavabları bir-birinə vur. Alınacaq cavab. Sən cavabı tapacaqsan. Amma o 1 dəqiqəyə, 2 dəqiqəyə tapılan sualı sən tapacaqsan 5 dəqiqə. Və bu da sənin 4 dəqiqə vaxt itkinə səbəb olacaq. Ona görə səmərəli yollardan istifadə edin. 40-cı sual. 40-cı sualdan çox həll eləmişik. Birincinin 10'a, ikincinin 100'e. Yox, burada bax 5'də 1, 7'də 1, 11'də 1, 13'də 1 toplayıblar, A-ya bərabər olub. Bu birin ifadənin nəyə bərabərdir? Bax uşaqlar, mən onu birincinin olduğu kimi yazıram. 13'də 1 bərabərdir A. O birini də bunun altından yazıram. 5'də 4 üstə gəl 7'də 6, üstə gəl 11'də 10, üstə gəl 13'də 12. Bu da olsun x-a bərabər olsun. Və bunları tərəf-tərəfə toplasam nə eləyər? 5'də 5, 7'də 7, 11'də 11, 13'də 13 bərabərdir A üstə gələ x.
Mənə x lazımdır. Mən buna x demişəm. Mənə x-i tapmaq lazım. Görsünüz, cavablar da A-nandır. 1, 1, 1, 1. 4 eləyir bunların cəmi. Çünki hərəsi 1-də. Buradan da x-i tapıram, 4 çıxar. Doğru cavab B. Bu tipli misallarda belə yazmaq mümkün. Bəzən olur ki, toplayanda 1 eləmir. Onda biraz başqa üsullar istifadə olmaq lazım olur. 41-ci sualda bilirsiniz də yəqin ki, həll eləmək üçün nə etməliyik? Birinci nə vuracaq? Bəli, birinci kəsirimizin surət və məxrəcini 10-a vurarıq. İkincini 100-ə vuraram, üçüncünü 1000-ə vuraram. Sonra mümkün ixtisarlarımı aparıb başlayaram həll eləməyə. Həmçinin 42-ci sualda eyni o qayda ilə eləyə bilərsiniz. 43-cü sual. Dövrü kəsirdi. Bunu adi kəsirə çevirməmiş. Aysə onu 9-da 5 yazarsınız. 10-da 3 yazarsınız o birində. Bu asandır da hesablayarsınız. Burada da ki dövrü kəsirləri varsa onlar üzərində hesab əməlləri yerinə yetirmək üçün adi kəsirə çevrilməlidir. 45-ci suala baxın uşaqlar. Burada da səmərəli bir yol tapmaq lazımdır. 77-ni 2-yə vuranda neçə eləyir? 154 eləyir də, düzdür? 151 tam 150. Demək uşaqlar, bu 6-dan İkisini götürüb vururam 0-dan %77'ye. Bax. Olacaq 1,154 eləyəcəyimi vurulsun 3. Çıxılsın 1,54 vurulsun 0,5. Bölünsün 3,8. Çıxılsın 0,25. Bu şəkildə yazdım. İndi 1,54'ü orta vurul çıxarsam 1,54 vurulsun 3 çıxılsın 0,5. Yox, 1,54 deyə bu. Bölünsün 3,8 çıxılsın 0,25. Belə yazdıq. Bərabərdir. Bu mötərəzənin içərisi edir 1,54 vurulsun 2,5. Düzdürmü? Bölünsün 3,8 çıxılsın 0,25. Bu şəkildə yazdım. 154'ün 2 misli də 308 edir də, səhv eləmirəm. Bax bunu 1,54 vurulsun 2,5'i yazıram. 3,8'i atıram məxrəcə. 108. Çıxılsın 0,25. Bax 3,8 bu 154'dən ixtisar gedir. Burada 2 qalır. Oldu 2,5 bölünsün 2 çıxılsın 0,25. 2,5'i də 2'yə böləndə 1,25 düşür də. Ona da 0,25 çıxanda qalır 1. Demək bu sualın cavabı 1 imiş. Başa düşdünüz? Belə yaza bilərik bunu da. 46. Burada da nə edərik? 0,68'i orta vurulub çıxarsam mötərəzidə qalar 0,68'in kvadratı çıxılsın 0,32'nin kvadratı. Vurulsun 1,17'də 8'də ayrıca. Belə yaza bilərik. Bu da 0,68 vurulsun. Bu kvadratlar fərqi necə asılır? Bir dəfə çıxılma, bir dəfə toplama. Çıxsam 0,36 qalar. Toplasam 1 eləyər də. Düzdürmü? Vurulsun 1,17'də 8. 17'də 8'i onluq kəsə çevirəm, ona görə bu birləri çevirirəm. 168 vurulsun 136 vurulsun 17'də 25. 68 ilə 17 gedir 4 qalır.
100 ilə 25 gedir, 4 qalır. Bu 4 ilə də bu 4 gedir. 0 tam %36. Yəni %36 qalır. O da 0 tam %36. Doğru cavab olur D. 46-cı sual oldu D. Sonra 47-ci sualda eyni o tipli məsələdir. Burada da müəyyən çevirmələr aparıb taparsınız onu da. Yəni 82 tam %62 2,7-yə yəqin ki bölünür. Bircə dəqiqə. O 82 tam %62 bölünsün 2,7. 30,6 qalır. Hə, yazarsınız onu. Sonra keçdik 48-ə. 48-ci sualda uşaqlar, bu biraz fərqli sualdır. Fərqli deyəndə bu əgər surətdəki ədəd, məxrəzdəki ədədlərin fərqi olsa asandır. Məsələn, deyək ki, məsələn, 4-də 1-dən məsələn, 7-də belə yazaq da 5-də 1-dən 7-də 1-i çıxacam. Onun üçün ortaq məxrəc 35-dir. Bunu 7-yə vuracam, bunu 5-ə vuracam. Olacaq 7 çıxılsın 5. Qalacaq 35-də 2. O da 2 bölünsün 5 vur 7 yaza bilərəm də 35. 7-dən 5 çıxan 2 qalır. 7-dən 5 çıxan 2 qalır. Deməli bax 5 vurulsun 7, 2 bərabərdir. 5-də 1 çıxılsın 7-də 1 yazmaq olur da. Yəni surətdəki ədəd məxrəclərin fərqidirsə, məxrəclərin tərslərini çıxmaq olur. Onda məsələn deyək ki, məsələn 6 vurulsun deyək ki, burada yazıram. Pozananı. Məsələn 7 vurulsun 9-da 2 yazmışamsa, bunun əvəzinə nə yaza bilərəm? 7-də 1 çıxılsın 9-da 1 yaza bilərəm də. Çünki burada 5 vur 7-də 2 yazanda nə yazdım? 5-də 1, 7-də 1 yazdım. Burada da 7-də 1, 9-da 1 yaza bilərəm də, düzdürmü? Bəli. Ay sağ ol. İndi burada amma surətdə 1-dir də, 2 deyil axı. Onda nə edirəm mən? 2-də 1 yazıram çöldə. Bunların hamısının surətinə 2 yazıram. 3 vur 5-də 2, üstə gəl 5 vur 7-də 2, üstə gəl 7 vur 9-da 2, üstə gəl 9 vurulsun 11-də 2. Mən vurmanın paylama xassəsinə görə bu 2-də 1-i möhtərəcənin içərisindəkilərin hamısına vursam, yenə 2-lər ixtisara geçəcək, hamısının surəti yenə də 1 qalacaq. Heç nə dəyişməyib də burada. Aha, bu 2-də 1-i yazdım möhtərəcənin içərisində. İndi birincinin əvəzinə yazacağım. 1-də 1 çıxılsın 3-də 1. Bu yuxarıda yazdığım düstur qaydaya görə də. Hə. 5-dən surət məxrəclərin fərqini verir də. Bu birisi 3-də 1 çıxılsın 5-də 1. Bu biri 5-də 1 çıxılsın 7-də 1. Bu biri 7-də 1 çıxılsın 9-da 1. Bu biri də 9-da 1 çıxılsın 11-də 1. 11-də 1. Baxın 3-də 1-lər əks ədədlərdir. 5-də 1-lər əksdir. 7-də 1 əksdir. Hamısını cəmi 0 elədi. Qaldı 2-də 1 vurulsun. 1-də 1 çıxılsın 11-də 1. Yəni birinci ilə axırıncı qalır da belə deyək. Bu da olur 2-də 1 vurulsun. 1-də 1 də 11-də 11-dir də. 11-də 10. 5 qaldı. 11-də 5. 11-də 5. Doğru cavab olur B. Başa düşdünüz? Demək ki, bax burada məsələ necədir? Əgər surətdə məxrəclərin fərqi varsa, ən birinci ilə ən axırıncı qalır da, onların fərqi qalır. İndi baxın, burada 49-cu məsələdə 7-dən 3 çıxanda 4 qalır. Fərqlər 4 eləməlidir, amma 1-dir. Onda mən qarşıya bir 4-də 1 çıxardacağam. Möhtərizdə nə yazacağam? Ən birinci 3-də 1 çıxılsın ən axırıncı. 23-də 23-də 1. Bildiniz neylədir? Bəli. O da olur 4-də 1 vurulsun, 69-da 23 çıxılsın 3. Yəni bunu 3-ə vurdum, bunu 23-ə vurdum da. Qarşılıqlı sadədir. Bu da olur 4-də 1 vurulsun, 69-da 20. 20 ilə 4 ixtisara gedir, 5 qalır. 69-da 5.
Başa düşdünüz? Bəli. Hə. Şöyle bir dəqiqə üzr istəyirəm. Hə, uşaqlar. Başa düşdünüz onu da. Bəli. İndi 50-ci suala baxın. 50-ci sualında tipi elədir. Baxın, 5-dən 1 çıxanda neçə qalır? 4. 9-dan 5 çıxanda 4. Bax, ən axırıncı 4-ün üstə gəl 1-dən də 4-ün çıxılsın 3-ü çıxanda da 4-ün üstə gəl 1 çıxılsın 4-ün üstə gəl 3 olur. 4-ün resla olunur, bu da 4 qalır. Deməli yenə fərq 4-dür. Onda burada 4-də 1 çıxardıram qarşıya. Çünki 4 yoxdur axı surətdə. Qalır mötərəzidə 1-də 1 çıxılsın. 4-ün üstə gəl 1-də 1. Birinci çıxılsın axırıncı. Başa düşdünüz də yəqin ki. O da olur 4-də 1 vurulsun. Bunun əvəzinə 4-ün üstə gəl 1-də, 4-ün üstə gəl 1 yazıram. Çıxılsın 4-ün üstə gəl 1-də 1. Bu da olur 4-də 1 vurulsun. 4-ün üstə gəl 1-də 4n. Bu 4'lər də ixtisara gedir. N bölünsün 4'ün üstə gəl 1 qalmış olur. Bizim cavabımız 50-ci sual A bəndi. Həmçinin 51 də eyni bu qayda ilə gedəcək uşaqlar. Sadəcə burada 2 eləyir fərqlər. Deməli 2-də 1 yazacaqsan qarşıya. Birinci, yəni 2-də 1 çıxılsın sonuncu. 2-nin üstə gəl 2-də 1. Yaza biləcəksiniz də onu. Sonra 52. Nə deyir 52-də? Məxrəci 30 olan və 5-də 1, 3-də 1 aralığında yerləşən adi kəsirlərin surətləri cəmin tap. Şöyle 5'də 1 ilə 3'də 1 arasında yerləşən məxrəci 30 olan kəsirlərin surətlərinin cəmin soruş. Gəlin bunların məxrəcini 30 eləyək. 5'də 1 30'da neçədir? 6. 3'də 1 də 30'da 10'dur da, ona vurdum. Yəni 30'da 6 ilə 30'da 10 arasında yerləşən məxrəci 30 olan kəsirlər hansılardır? 30'da 7, 30'da 8, 30'da 9. Surətlərinin cəmi 24 eləyirmi? 24. 24. Bu şəkildə bunu deyə bilərik. 53. Şu 53-dəki asandır da, yəni birin əvəzinə 2-də 2 yazırıq. Birin əvəzinə 3-də 3, bunun əvəzinə 4-də 4. Necə olacaq? 2-də 1 vurulsun 3-də 2, vurulsun 4-də 3, vurulsun 10'da 9. Burada da nöqtələr var. Görürsünüz, məxrəc sonra özündən sonra surət gəlir. Məxrəc sonra surət. Demək 4 varsa bundan sonra surət gəlir. 9 surətdəsə bundan öncə məxrəc gəlir. Birincinin surəti axırıncının məxrəci qalır da. Cavab olur 10'da 1 və yaxud da 0.10'da 1. Onluq kəsir. 54. N'in neçə tam qiymətində ifadəsi tam qiymətləri alar. Uşaqlar, bu tipli misalları yazanda biz yazıcıda hamısını ayrı-ayrı məxrəclə yazırıq. Əvvəlcə surəti vurub açıb sadələşdirirəm. N kvadratı çıxılsın 25'in açılışı da bu. Üstə gəl 31. Bu da bizə verir N kvadratı üstə gəl 6'nı bölünsün N. Yəni bu müxtəlif işarələri toplayanda müsbət 6 qalır. Bu da məxrəclərlə ayrı-ayrı yazsam N kvadratının N'də N kvadratı, N'də 6. Bu da olacaq N üstə gələk 6 böl N. Bax burada yazıb N'in neçə tam qiymətində. Tam deyirsə müsbətlər də sayılır, mənfilər də. Bu ifadənin tam olması üçün 6 həmin ədədə bölünməlidir də. Plus minus 1, plus minus 2, plus minus 3, plus minus 6. 6 bu ədədlərin 2, 4, 6, 8 dənə tam qiymət yazsam bura. 6 həmin ədədlərə bölünəcək, kəsir qalmayacaq və bunlar da cəmi tam cavabı verəcək bizə. 54'ün cavabı olur 8. 55. 55'i də neyini yersiniz? Məxrəzdəki birincini kəsirin, surət məxrəcini 100'ə vuraram. Bunu 100'ə vuraram. Bunu da 100'ə vuraram. Bax, onlar 11'də 1. Üstə gəl 11'də 1, çıxılsın 11'də 1 olar da. Hamısı elə bir
Bunlar 3-ə ixtisar geçecek. Bunlar 6-ya, bura 9-a. 11'də 1'lər də geçecek. 6 böl 11'də 1. 11'den. O da olacak 6 vurulsun 1 də 11. O da 66. 66. Yoksa 66 dedi. Yok, burada 11. uşaqlar biz səhv elədik. Görün harda səhv elədik. 11'de Axı bir doğum. yox, burada biz səhvi görün harda elədik. Bunu 100'ə vuranda sürət axı 30 olur. 33'də 30, 66'da 60, 99'da 90. 100'ə vuranda sürətdə 2 rəqəm sağa gedir axı. Orada ben bir rəqəm sağa apardım. Ona göre yanlışlık oldu. Üzr istəyirəm. Hə, bunu ixtisar eləyirəm 3'ə. Qalır 11'də 10. Bu birsin 6'ya ixtisar eləyirəm. 11'də 10. Bu da olur 9'a ixtisar gedir 11'də 10. 11'də onların da biri islah olunur. Qalır 6 vurulsun 10'da 11. O da olur 6 surətə 66 bölü 10. 6 tam 10'da 6. Cavabı 6 tam 10'da 6 idi. 57. Bu 57-ci sualı biz nə vaxtsa həll eləməmişik ki. Oxşam. Güldəstə Keçen denemiş. Aydan dedim ben. bilmirəm kimsə bu sualı həll eləmişdi. Hə, yadınızdadır necə eləmişdi? 57. O surətdə çıxılsın 16 var idi. O 16'nı birlərlə xırdalayırdıq. Mənfi, mənfi 1, mənfi 1. Yəni 1'in kvadratı çıxılsın 1. 16'nın 1'in verdim bu 1'in yanına. Sonra 2'nin kvadratı çıxılsın 1. Üstəgəl 3'ün kvadratı çıxılsın 1. Hər 16 mənfi 1, mənfi 1, mənfi 1, mənfi 1 belə gedir də. O birlərin hərəsini bu kvadratlara verirəm. Ta ki gedir 16'nın kvadratı çıxılsın 1. Payladım da hərəsinə 1'in. Məxrəcdə 1 vur 3, 2 vur 4, 3 vur 5, üstəgəl 16, 5 vur 17. Baxın indi uşaqlar. Bu kvadratlar fərqində 1'in kvadratı çıx 1, 1 çıx 1, 1 üstəgəl 1 eləyir 0. Düzdürmü? Bu cavab yazılır. Bu 2'nin kvadratı çıx 1 olur 2 çıx 1, 2 üstəgəl 1. O da olur 1 vur 3. Üstəgəl 3'ün kvadratı çıx 1, 3 çıx 1, 3 üstəgəl 1 kimi açılır da. O da olur 2 vur 4. Ən axırıncı da 16 çıx 1, 16 üstəgəl 1. O da edir 15 vur 17. Burada nöqtələr var. Fikir verin, məxrəc də eyni şeydir. Demək, surət və məxrəc eyni olduğuna görə bunun cavabı neçədir? 1. Demək, A'nın cavabı 1'dir. Qaldı ki S'ni də hesablayaq da. 1'dən 2'də 1 çıxanda 2'də 1. 1'dən 3'də 1 çıxanda 3'də 2. 4'də 4'dən 4'də 1 çıxanda 4'də 3. 5'də 5'dən 5'də 1 çıxanda 5'də 4. Sonra 5'də 6, 4'də 5, 3'də 4, 2'də 3. Toplayanda da 5'də 5'in üstünə 5'də 1, 5'də 6, 4'də 4'ün üstünə 4'də 1, 4'də 5. İxtisarlarımı aparıram. 4'də getdi, getdi, getdi. Burada nəyəsə yaddan çıxartmamışıq ki biz. 2'de 1, 5'de 2'də 1, 3'də 2, 4'də 3, 5'də 4, 5'in biri 5'də 6, yox. 4'də 5, 3'də 4, 2'də 3, yox. Nə qaldı? 5'də 6 qaldı. O da 1 tam onda 2'dir da, eləmi? Demək, S 1 tam onda 2'dir, A da 1'dir. 1 də 1 onda 2'ye vuranda elə cavab yenə də neçədir? Düz eləmədi. Uşaqlar, burada təzədən yazaq. Burada biz deyəsə nəsə səbir edir. A'nın cavabı 1 oldu, eləmi? A'nı düz tapdıq. Bəli. Bu 1'dən 2'də 1 çıxanda qalır 2'də 1. 1'dən 3'də 1 çıxanda 3'də 2. 1'dən 4'də 1 çıxanda 4'də 3. 1'dən 5'də 1 çıxanda 5'də 4. Sonra 1'in üstünə 5'də 1 gələndə 5'də 6.
1'in üstünə 4'də 1, 4'də 4, üstə gəl 4'də 1, 4'də 5. 1'in üstünə 3'də 1, 3'də 3, 3'də 1, 3'də 4. 1'in üstünə 2'də 1, 2'də 3. Bu 2 ilə bu 2'ni ixtisar edirəm. Bu 3'ləri ixtisar edirəm. Bu 4'ləri ixtisar edirəm. Bu 5'ləri ixtisar edirəm. Bu 4'ləri ixtisar edirəm. Bu 3'ləri ixtisar edirəm. Qalır məxrəcdə 10, sürətdə 6. Burada 5 vur 2 var axı. Ha, Burada da 6. o səsi O da 0 onda 6. A da 1'də, o da 0 onda 6 eləyəcək də. S'yə vuranda 1'ə vuranda dəyişmir. Və bunun da cavabı yenə də elə 0,6 eləyəcək. Aydın oldu? mən Hə. elimi